COP29'a doğru QHT-lərin yaşıl hərəkatı şüarı altında velo yürüyüş və qaçış marafonu keçirilib. Azərbaycan Qeyri-Hökumət Təşkilatları Yaşıl Dünya naminə həmrəylik ilində iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıl düşüncə əsaslı platforma ilə çıxış edərək dünyaya həmrəylik mesajı veriblər. Süjeti izləyək. COP29'a bir neçə gün qalıb və bu tədbirə hər kəs fərqli yollarla qatılır. Marafonda 150-yə yaxın qeyri-hökumət təşkilatı fəalı iştirak edirdi. Onlar yolu müxtəlif vasitələrlə qət etdilər. Velosiped məncə çox rahatdır. Bizim günlərdə şəhərdə çox probka olanda maşınlar dayanıblar. Siz də velosiped zolaqlarına keçə bilərsiniz. Planetimizin gələcəyi bizlərin əlindədir. Qalıcı qazların planetə atılmasının qarşısını almaq üçün hər şeydən əvvəl dünya miqyasında bir həmrəyliyə ehtiyacı var. Bu dövlətlərin həmrəylidir, bu cəmiyyətlərin həmrəylidir. Fiziki məhdudiyyətli olsalar da, onlar bu marafonun ən aktiv iştirakçılarından idi. İqlim dəyişikliyindən, müharibələrdən insanlar əlil olmasın deyə, sosial təbəqələr ziyan çəkməsin deyə mütləq təbiətimizi qorumalıyıq və müharibələrə yox deməliyik. Həyatda hər bir şey asandır. İstəsək hər bir şey özümüz yaxşı edə bilərik. Kənan isə marafona paravelosipedlə qatılmışdı. Bu əlilliyi olan şəxslər üçün əllə idarə olunan velosiped vasitəsidir ki, hansı ki bununla müəyyən uzun məsafələri qət etmək olur. Marafona şəhərimizin qonaqları da qoşulmuşdu. Biz şəhərdə gəzirdik və gördük ki, yürüyüş var. Sağlamlığımız üçün faydalı olan bu marafonun Bakıda keçiriləcək iqlim konferansına görə olduğunu anladıq və qoşulmaq istədik. Sağlam həyata çağırır insanları, bəli, velosiped sürək, ən azından ekologiyanı korlamayaq. Velosiped belə bir şeydir ki, yəni o karbon qazları yoxdur, təbiəti qorumalıyıq. Yürüyüş həm də COP29'da ictimai dəstək məqsədini daşıyırdı. Ətraf mühitin sağlamlığı isə həmrəy olmaqdan keçir. Mehin Hacıyeva, Nicat Qasımov, Müsələm Məmməzadə, ASTV Xəbər.